qızı ilə yaxınlıq eləyən ölümünə peşman olmazlar. Kimi eləmişəm də şərəfsizlik. Özün 20 yaşında, 58 yaşında var, qızın nişanında, qızınla bir yerdə qucaqlaşıb yatsan. Arvadı göndərirlər rayona, qız sırası gəlir, burada bir yerdə yatılır. Quran açdı, deyir, bu filan kəsdir, bəhmən adamdır. Deyir, yox, Allah səhv deyir. Elə olmaz. Dedim, mən sən neçə dəfə dedim, tövbə elə, mənə zad eləmə, boğuluram. Dedim, sən qızı eləyəndəysən, ayətdir, bacısının haqqında elə deməli, öyle sözün üstündə durub adamın üstünə cımalar ki, ona söz. Bu ya, orada uzanmışam, yatmışam. Gecə saat 2-də durdum, telefonu götürdüm, Quran oxuyum. Quran oxu, yavaş oxuyum, görüm, qabat, zır. Buradan durdu, gəldi, çıxdı, buradan o çıxdı, buraya çıxanda mən də çıxdım, vurdum, 3 dənə vurdum. Tuttum, 3-4 dənə vurdum, düşdüm yerə. Düşəndən sonra da ayağımı qoydu, belə yıxıldı bura. Üzü aşağı şəkildə. Üzü bu tərəfə, sifət aşağı.